Allah subhanahu wa ta'ala Haşr surəsində buyurur ki: "Ya eyyuhellezine amenu ittaqullaha" Ey iman gətirənlər, Allahdan qorxun. "Vel tanzur nefsun ma qaddamat ligadin. Vettaqullah. İnnallaha xabirun bima ta'malun." Rəbbimiz buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun. "Vel tanzur nefsun ma qaddamat ligadin." Baxın, görün, nəfsiniz sabah üçün nə hazırlayıb? Yəni qiyamət günü üçün nə hazırlayıb? Və sonra Rəbbimiz buyurur ki, "Vettaqullah." Allahdan qorxun. "İnnallaha xabirun bima ta'malun." Həqiqətən Allah sizin etdiklərinizdən xəbərdardır. Məsələn, qardaşlar, bu ayət-kərimə həqiqətən bizlərə böyük bir dərs verir ki, Rəbbimiz bizlərə qəflətdən ayılaraq düşünməyə çağırır ki, nəfsiniz sabah üçün nə hazırlayın? Yəni, qiyamət günü üçün nə hazırlayın? Bir gün Allah Resulü sallallahu aleyhi və səlləmin yanına bir kişi gəlir və deyir ki, ey Allah Resulü sallallahu aleyhi və səlləm, mətəs-səə, yəni qiyamət nə vaxtdır? Yəni qiyamət saatı nə vaxtdır? Nə vaxt qopacaq qiyamət? Allah Resulü sallallahu aleyhi və səlləm ona gözəl bir cavab verir. Deyir ki, mədə ə'dədtə ləhə. Deyir, sən ona nə hazırladın? Sən baxma o nə vaxt olacaq, necə olacaq? Ona gözəl bir cavab verir ki, deyir, sən ona nə hazırladın? Nə hazırlıq gördün? Nə azüqə yığdın? Ona görə baxmalıyıq ki, nə yığmışıq? Hər zaman, hər gün insan nəfsinə bir yatmamışdan öncə nəfsinə bir xatırlatma etməlidir. Görən, bugün nə qazandım? Ahirət üçün nə yığdın?